Bugün xaricdə təhsil almanın üstünlüklərinə danışacağıq. Niyə görə xaricdə təhsil almalıyıq? Öncəliklə xaricdə təhsil almalıyıq ona görə ki, xaricdə təhsil tamamilə öz ayaqlarımızın üstündə durmaqdır. Mən özüm xaricdə təhsil almış biri kimi onu deyə bilərəm ki, bəs xaricdə təhsil çox vacib, bir insanın həyatında ən vacib mərhələlərdən biridir. Ona görə ki, işin daha çox təhsil alıb bitirdikdən sonraki mərhələsində xaricdə təhsilin önəmini hiss edəcəksiniz. Dünyanın hər biri, istər Amerikada olsa belə, BP, Total və digər international böyük şirkətlərdə çalışmaq istəyirsinizsə, baxdıqları, axtardıqları birinci şərt xaricdə təhsil almalıdır. Eyni ilə dövlət işi də. Xaricdə təhsilin bu vacibliyindən əlavə daha rahat tərəfləri var. Bunlardan bir məsələ daha ucuz qiymətə, daha sərfəli qiymətə təhsil ala bilməlidir. Azərbaycanda yüksək reytingli universitetlərin illik təhsilatları 4000 manatdan çoxdur. Siz yəni bu 4000 manatın 600-700 dollarını Türkiyədə dövlət universitetinə ödəyib, geriyə qalanı bütün bir illik xərcləmələrinizi edə bilərsiniz. Niyə bəs xarici təhsil şirkətlərinə getməlisiniz? Ona görə ki, siz əgər xarici təhsil şirkəti seçməsəniz, inanın mənə, ora ödəyəcəyiniz pulun çox qat-qatına daha özünüz xərcləyəcəksiniz. Məsəl üçün, deyim ki, sizə Türkiyədə misal verim. Siz Türkiyədə bir universiteti qazanmaq istəsəniz, bir universitetləri incələməniz, onlara getməniz lazımdır. İnternet üstündən belə onlayn şəkildə müraciət etməniz hardasa mümkün deyil. Bu özəl universitetlər xaricində. O özəl universitetlərin onsuz illiyi Türkiyədə və digər ölkələrdə 7000-8000 dolların üstündədir. Və ondan əlavə xarici şirkət üçün ödəməyə qorxduğunuz puldan çox daha çoxunu hələ universitetdən qəbul almadan, universitet seçimi üçün ödəyəcəksiniz.